Salam əziz şagirdlər, bugünkü mövzumuz çoxüzlülərdir. Çoxüzlülər nədir? Çoxüzlülər səthi sonlu sayda müstəvi fiqurlarından, yəni çoxbucaqlılardan ibarət olan cisimlərdir uşaqlar çoxüzlülər. Çoxüzlülərin ən azı belə deyək 4 üzü olur. Çoxüzlülər digər fiqurlar kimi qabarıq və çökük olur və s. və ilaxır. Biz bunun barədə danışmayacağıq. Birinci başlayırıq bizə ən vacib olan, imtahan üçün vacib olan hissədən. Ən birinci prizma. Prizma nədir? Ən vacib olan hissələr deyəcəm. İki üzü bərabər və həmin üzlərinin uyğun tərəfləri paralel olan çoxbucaqlı, digər yan üzləri isə paraleloqramlar olan çoxüzlüyə prizma deyilir. Prizma, belə deyək uşaqlar, ən sadə çoxüzlülərdən sayılır. Yəni bizə lazım olan prizma, paralelipiped, kub bu şəkildə. Getdik, başlayaq prizmaya. Uşaqlar, prizmanın bir neçə növü var. Birinci əsas məsələ mail prizma və düz prizmadır. Mail prizma nədir, düz prizma nədir? Gəlin başlayaq birinci biz mail prizma haqqında danışmağa. Ümumiyyətlə, gəlin prizma haqqında əvvəlcə bir məlumat verək. Prizmanın nə olduğunu göstərək. Baxın uşaqlar, çəkirəm belə bir dördbucaqlı. Biraz bunu belə çəkək. Belə bir dördbucaqlı çəkirəm. Sonra bunun bir eynisini də götürüb yuxarı tərəfdən çəkirəm. Artıq bu olur bizim prizmamız. Sonra nə edəcəm? Sonra bunları belə birləşdirirəm. Görünməyən xəttlər əslində qırıq-qırıq olmalıdır. Bu oldu bizim nəyimiz? Bu oldu bizim dördbucaqlı prizmamız. Kuba oxşasa da indi kub deyil, bu dördbucaqlı prizmadır. Yadda saxlayın. N-bucaqlı prizma üçün prizmada ən vacib şeydən birinci təpə nöqtələrinin sayı. Təpə nöqtələrinin sayı 2 vur n-dir. Məsələn, 5 bucaqlıdırsa 10 dənə təpə nöqtəsi var. Tillərinin sayı 3 vur n-dir. 5 təpəsi varsa 15 tili var. Üzlərin sayı n plus 2'dir. Diagonalların sayı. Diagonal sayı n vurulsun n çıx 3'dür. Diagonal kəsiklərinin sayı nədir? N vurulsun n çıx 3 böl 2'dir. Müəllim, yaxşı, diagonal kəsiyi nədir? Gəlin başlayaq birinci diagonal kəsiyi haqqında danışmağa. Ondan sonra biz keçəcəyik digər məsələlər haqqında danışmağa. Ümumiyyətlə, diagonal kəsiyinin nə olduğunu göstərək. Diagonal kəsiyi dedikdə, gəlin bunun tillərini bir adlandıraq. Deyək ki, bura bir A-dır, bura bir B-dir, bura bir C-dir. Bunun, belə deyək, bu fiqurlar nələr idi? Paraleloqramlar. Onda burada A-dır, burada B-dir, C-dir. Bütün tillər C olacaq. Digər hissələr nə olacaq? A kimi olacaq. Hələ ki, bizə 3 dənəsi kifayətdir. İndi qulaq asın, baxırıq nəyə? Deməli, prizmanın diagonal kəsiyi dedikdə, ümumiyyətlə prizmanın 2 dənə diagonalı var. Birinci diagonalı deyirik özünün diagonalı. Və özünün diagonalı nədir? Özünün diagonalı budur. Və yaxud özünün diagonalı budur.
və yaxud özünün diaqonalı budur. Başa düşdünüzmü? Bunlar adlandı özünün diaqonalı. Biri də var. Üzlərinin diaqonalı. Üzlərinin diaqonalları artıq aydın məsələdir. Bu olur üzünün diaqonalı. Bu olur üzünün diaqonalı. Bu olur, tutaq ki, üzünün diaqonalı. Bunların hər biri adlanır üzlərin nəyi? Üzlərin diaqonalı. İndi keçirik əsas məsələyə. Əsas məsələ barədə danışaq. Diaqonal kəsiyi. Diaqonal kəsiyi dedikdə, söhbət baxın bunlardan gedir. Mən alt oturacağım və üst oturacağım diaqonallarını çəkirəm. Və bunu bir rəngləmə eləyəcəm ki, daha yaxşı görəsiniz. Bir rəngləmə eləyəcəm ki, daha yaxşı görəsiniz. Daha yaxşı görəsiniz. Baxırıq nəyə. Baxın bu. Bu oldu bizim diaqonal kəsiyimiz. Sanki belə düşünün. Dördbucaqlı formasında bir pendir var. Üst oturacağın diaqonalı boyunca qoyub onu kəsirəm. Digər diaqonal necə olacaq? Digər diaqonal baxın belə olacaq. Qoydum belə. Bunu da qoydum belə. İndi mən nə edirəm? Götürürəm bir dəfə də. Bunu nə edirəm? Bunu rəngləyirəm. Bir dəfə də bunu rəngləyirəm. Ki, artıq aydın məsələ olur ki, sizə diaqonal kəsikləri nədir? Bu da olsun bizim diaqonal kəsiyimiz. Bu hissələrdə vaxt getdiyi üçün danışaraq doldurmağa çalışıram. Nə danışdığımı heç özüm də bilmirəm. Keçirik nəyə. Deməli, bitirdik. Biraz sabırlı olun, az qaldı. Bu oldu bizim diaqonal kəsiyi. Aha. Bu diaqonal kəsiyində bizdən bəzən bunun sahəsini istəyə bilər. Bu diaqonal kəsiyi düz prizmada həmişə düzbucaqlıdır. Həmişə nədir? Düzbucaqlıdır. Bunun üçün bizə lazımdır diaqonal və bu til. Yəni bunun sahəsi D1 vur C-dir. D1 vur C. Sarı olanın sahəsi isə bir D2 desəm, eyni şeydir. Bura bir C olduğu üçün sarı olanın sahəsi nə olacaq? D2 vur C olacaq. Bu oldu bizim diaqonal kəsiyimiz. Yəni diaqonal kəsiyi deyəndə şoka düşməyin ki, burada söhbət görəsən nədən gedirdi. Bu oldu diaqonal kəsiyimiz. Bu da belə. İndi keçirəm nəyə? Düz prizmanın əsas məsələ olan müstəvi kəsikləri. Prizma müstəvi kəsiklərindən biri elə onun diaqonal kəsiyidir. İndi keçirəm nəyə? Məsələn, bizə bəzən belə bir şey verə bilər. Mövzu ilə bağlı olan, yəni tam olaraq hər şey deyəcəm. Məsələn, çəkirəm bir oturacağı altıbucaqlı olan bir prizma. Oturacağı neçə olan? Altıbucaqlı olan bir prizma çəkirəm. Gəl çəkək. Oturacağı qoy bir altıbucaqlı olsun. Biraz çox böyük oldu elə bir, amma neyse. İndi baxın. Mən nə edəcəm? Bir dəfə də bunu
Yalayaq. Yapışdıraq bu. Belə bir prizma verir. Oturacağı altıbucaqlıdır. İndi gəl nə edək? Gəlin biz bunları birləşdirək. Gəlin biz bunları birləşdirək. Bu düz xətlər gəlib həmişə az qala üst-üstə düşür. Ona görə birini göy, birini qırmızı eləyəcəm. Yenə də birini göy, birini qırmızı eləyəcəm. Bu belə, bitdi getdi. Bu oldu bir düzgün, belə deyək, altıbucaqlı. Əslində çox vaxt heç bunu verməyə ehtiyac görmürəm mən. Bunlara heç ehtiyac yoxdur. Belə düzgün altıbucaqlıdır. Onsuz da bilən bilir ki, onun arxa tərəfində onun digər hissələri də var. İndi bəzən bizdən bunun məsələn diaqonal kəsiyini istəyir və yaxud deyir ki, kiçik diaqonal kəsiyi. Hə, müəllim, kiçik diaqonal kəsiyi nə olacaq? Onda kiçik diaqonal kəsiyi belə olacaq. Uşaq diqqət et, məsələn, kiçik diaqonal nə idi? Kiçik diaqonal atıram. Bununla bunu nə etməli idim? Bax, altıbucaqlıdırsa kiçik diaqonal budur. Bununla bunu nə etməli idim? Birləşdirməli idim. Bununla bunu birləşdirməli idim. Bu oldu bizim kiçik diaqonal kəsiyimiz. Kiçik diaqonal kəsiyində də oturacaqdakı fiqurun kiçik diaqonalı, yəni tilinin kök 3 misli və bir də nəyi var? Hündürlüyü var da, yəni S var, H var, H deyək. Kiçik diaqonal kəsiyi də budur. İndi gəlin biz bunu da qırıq-qırıq çəkək. Göstərək ki, kiçik diaqonal kəsiyi nədir? Gəlin baxaq. Deməli. Bu da olsun bizim kiçik diaqonal kəsiyimiz. Bu da belə, bu şəkildə. Bunlar haqqında çox daha artıq danışmağa ehtiyac yoxdur. Bir dənə sahələrini də deyəcəm, bitdi getdi. Bu oldu bizim kiçik diaqonal kəsiyimiz. Belə, başqa bir şeyə çox ehtiyac görmürəm. Abituriyentlər üçün çox da başqa bir şeylərə ehtiyac yoxdur. Gəlin keçək onun sahələrinə. Birinci başlayıram nədən? Uşaqlar, yadda saxlayın. Səthinin sahəsi deyəndə nə etməliyəm? Deməli, S tam nəzərdə tutulursa, 2 dənə S oturacaq, üzərinə gəlinsin S-yan olmalıdır. 2 dənə S oturacaq, üzərinə gəl S-yan olmalıdır. Çünki bunun oturacaqları neçə dənədir? 2 dənədir. Alt üst, üst üst. Yanlar isə bir-birinə mütləq şəkildə nə olacaq? Bərabər olacaqdır. Bərabər olacaqdır. Bu da bu şəkildə. Ola da bilər, ola da bilməyə də bilər uşaqlar bu arada. Ola bilməyə də bilər. Bir dənə də nə var? Tutaq ki, V həcmi. Həcmi S oturacaq vurulsun. H-dır. Düz prizmada. Düz prizmada. Amma bizim işimiz əsas məsələ başlayacaq mail prizmadan. Düz prizmada o deməkdir ki, düz prizmanın bu bucaqlarının hər biri 90 dərəcədir. Bax, buradakı nə bucaq görürsən, məsələn, belə çəksəm 90-dır, belə çəksəm bu da bundan 90 yaradır. Hər biri bir-birindən 90 dərəcə yaradır. Bir də var mail prizma. Mail prizma necədir? Mail prizma Pisa kulesini görmüsünüz. Sanki yer səthi ilə müəyyən bir bucaq əmələ gətirir. Pisa qülləsi kimi deyək də, həmin formadadır. Mail prizma bax belədir. Gəlin bir
Üçbucaq çəkək. Bir üçbucaq çəkirik, hər hansısa bir çəkdik. Niyə düzəltmir? Düzəltdim. Və bunun eynisini götürürəm. Bir dənəsini də harda çəkirəm? Baxın, burada çəkirəm. Bir dənəsini də burada çəkirəm. Bir də burada çəkirəm. Bax, bu şəkildə. Və indi bunun tillərini birləşdirəndə mən artıq bir dənə nə almış olacağam? Mail prizma almış olacağam. Bu olacaq mənim mail prizmam. Mail prizmada yan tillər oturacaq müstəvisi ilə müəyyən bir bucaq əmələ gətirir. Başa düşdünüzmü? Yan tillər oturacaq müstəvisi ilə müəyyən bir bucaq əmələ gətirir. Bu olur bizim mail prizmamız. Həqiqətən də mailli dayanıb. Görürsünüz? Bu oldu mail prizmamız. Yəni bura olsun bir A, B, S. Onda bura olacaq A1, B1, burada olsun bir S1. Başa düşdükmü? Bu oldu mail prizma. Bax, burada əmələ gələn bucaqlar mail prizmada. Necə deyək? İti bucaqlardır. İti bucaqlardır. Aydındırmı sizə? Gəlin bunun bir tilinə bir H deyə, L deyək. Tilinə bir L deyək. Gəlin indi bunun hündürlüyünü tapmağa çalışaq. Görə hündürlüyü necə tapırıq? Hündürlüyü uşaqlar, bax, yadda saxlayın. Əslində biz buradan Pifaqor teoremi ilə də tapa bilərik. Hündürlük endirib bu bucağın alfası ilə tapmağımız əslində daha asandır. Məsələn, deyirəm ki, bu bucaq bir alfadır. Onda mən bunun kosinusunu tapmağa çalışsam, H bərabər olacaq nəyə? H bərabər olacaq L vurulsun kosinus alfaya. Yox, bu bucaqdan tapmaq istəmirəm. Müəllim, mən bununla tapmaq istəyirəm. Burada bir beta deyək. Onda H bərabər olacaq L vurulsun sinus betaya. Bax, bu şəkildə tapa bilərsiniz. Başqa cürdə bu gedib hara düşər? Bu tərəfin uzantısını çəksəm və buradan da belə bir hündürlük çəksəm, gəlib bu hissəyə nə edir? Bu hissəyə düşər. Bu hissədə zaten bizim nəyimiz sayılır? H-ımız sayılmır. Yenə də eyni düsturları yazaraq bu bucaqlar onsuz da bərabərdir, çünki uyğun bucaqlardır. Bərabər olacaq. Bu şəkildə tapa bilərəm. Aydındırmı? Bu da belə. İndi keçirəm nəyə? Eyni şəkili bir dənə də götürək, kopyalayaq bura. Bir dənə də şəkli yapışdıraq bura, görək nə alınır. İndi baxırıq nəyə? Bunun əsas məsələ, həcmi ilə bağlı olan hissə, perpendikulyar kəsiyi və s. Uşaqlar, yadda saxlayın, bunun perpendikulyar kəsiyi nədir? Diqqət edin. Burada deyək bir B-dir. Perpendikulyar kəsiyi odur ki, uşaqlar, bir də yadda saxlayın, yan üzlərin hər biri mütləq paraleloqramlar olur. Çünki niyə? Bu bucaqlar əmələ gələndə bu buna bərabərdir. Bu tərəflər bu tərəflərə bərabərdir. Bunlar da bunlara bərabərdir. İstər-istəməz burada əmələ gələn fiqur nə olacaq? Paraleloqram. Bu da belə. İndi baxırıq nəyə? İndi mən bunun yan üzünə bir perpendikulyar müstəvi ilə belə onu kəssəm, bir bıçağı təsəvvür edin ki, 90 dərəcə altında qoyub bunun tilinə kəsirəm. Burada əmələ gəlir onun perpendikulyar kəsiyi. Perpendikulyar kəsiyi, baxın, belə bir şeydir. Mən buradan bura, gəlin bu başqa rənglə eləyək. Buradan bura belə bir perpendikulyar çəkirəm. Hər ikisinə perpendikulyardır. Hər ikisinə. Sonra birini belə çəkirəm. Belə çəkirəm. Və birini də necə çəkəcəm? Birini də bax belə çəkəcəm. Buradan belə. Əsas məsələ perpendikulyar kəsiyində odur ki,
bizim bu çəkdiyimiz xəttlərin hər biri tərəflərlə nə əmələ gətirsin? 90 dərəcə əmələ gətirsin. Gəl deyək ki, bura bir KLM-dir. Məndən bəzən bu perpendikulyar kəsiyin sahəsini belə istəyə bilər. Bunun sahəsini belə istəyə bilər. Və yaxud həcm tapanda bu bizim üçün çox önəmlidir. Həcm tapanda. Çünki mail prizmanın həcmi V bərabərdir S perpendikulyar kəsiyi vur onun tilidir, yəni L-dir. Başa düşdünüzmü? Onun tili. Perpendikulyar kəsiyini L-ə vuranda mən onun həcmini tapmış oluram. Amma digərində necə idi? Oturacağın sahəsini S-ə nə etməli idim? Vurmalı idim. Yan səthinin sahəsi, bunun S-yanı, yan səthinin sahəsinin düsturu belədir. S perpendikulyar kəsiyi, daha doğrusu perpendikulyar kəsiyinin perimetrini, onun L tilindən nə etməliyəm? Vurmalıyam. Bu arada uşaqlar bəzən soruşur ki, müəllim, mail prizma yalnız 3 bucaqlı mı olur? Xeyr, əlbəttə ki, 4 bucaqlı da olur, nə bilim, 17 bucaqlı da olur, nə bilim, istənilən bucaqlı mail prizma ola bilər. Yəni burada heç bir problem yoxdur. Bu oldu bizim prizmamız haqqında. Prizma haqqında bu qədər kifayət eləyər. Prizmada bir də ən çox düşən bir şey göstərmək istəyirəm əvvəlki fiqurun üzərində. Əvvəlki fiqurun üzərində göstərməyəcəm, başqa bir fiqurda göstərəcəm. Bəzən bizə nə deyir? Deyir ki, belə bir prizma verir. Səhv elədim. Belə bir prizma verdi. Mən bunları birləşdirirəm. Vaxt aparan mövzu olmasına baxmayaraq, uşaqlar çox asan bir mövzudur, çətin bir mövzu deyil. Bircə dənə müstəvi kəsiklərini yaxşı başa düşən uşaq bunun istənilən hissəsini yaza bilər. Və buradan bir sual mütləq şəkildə imtahana gələcək. Mən burada da bunun sizə hər şeyini deyirəm də. Bu oldu bizim prizmamız. İndi baxıram nəyə? Prizmanın bəzən deyir ki, A-dır. Bura olsun B, C, D. A1, B1, C1, D1. Bəzən deyir ki, prizmanın AC1 diaqonalı çəkilir. Tamam, çəkək AC1 diaqonalını. Bu nəyinin diaqonalıdır? Üzünün diaqonalıdır. Daha doğrusu özünün diaqonalıdır. Bircə nədən deyir, oturacağın böyük diaqonalı çəkilib. Oturacağın böyük diaqonalı da çəkdim. Buradan bir üçbucaq əmələ gəlib deyir. Bu üçbucaq həmişə yadda saxlayın. Düzbucaqlı üçbucaq olacaq. Bunun sahəsini tapın. Bunun sahəsini tapanda bu uşaqların ağlına gəlmir. Bu düzbucaqlı üçbucaq olduğu üçün bunun sahəsini tapmaq bizim üçün çox asandır. Niyə görə? Ona görə ki, bunun tərəfi veriləndə biz ona diaqonalını tapa bilirik. Yan tili də verilibsə, deməli onun sahəsini tapmaq üçün mən tutaq ki, bu diaqonalı D-ni bu elə vurub 2-yə nə etməliyəm? Bölməliyəm. Aydındır mı sizə? Bu oldu bizim belə deyək, prizmamız. Prizmamız haqqında bu qədər kifayət eləyər. Əlavə bir şeyə ehtiyac görmürəm. Prizmadan sonra keçirik nəyə? Prizmadan sonra keçəcəyik biz paraleloqrama. Paraleloqram haqqında danışaq. Paraleloqram nədir? Paralelipipedin mövzu izahını verək. Paralelipiped nədir? Paralelipiped. Deməli, paralelipiped oturacağı paraleloqram olan prizmadır. Nədir? Oturacağı paraleloqram olan prizma. Oturacağı paraleloqram olan prizma paralelipiped deyilir. Uşaqlar, burada söhbət nədən gedir?
Paralelogram dedikdə, mütləq şəkildə oturacağı paralelogram olmalıdır deyə bir şey yoxdur. Paralelogramın növlərini biz bilirik də, düzdürmü? Paralelogramın növlərini bilirik. Düzbucaqlı ola bilər, romb ola bilər və yaxud necə deyək, başqa nə ola bilər? Məsələn, kvadrat ola bilər. Bunlar hər biri paralelogramın nələridir? Növləridir. Onlardan da gedir söhbət. Başa düşdünüzmü? Aha, indi baxın. Oturacağı əgər düzbucaqlı olsa, məsələn, və özü də düz paralelipipeddirsə, mail deyilsə, biz buna deyirik ki, nədir bu? Düzbucaqlı paralelipiped. Biz buna artıq deyirik düzbucaqlı paralelipiped. Başa düşdünmü? Bu da bu şəkildə. İndi paralelipipeddə lap asandır. Təpə nöqtə sayı və s. və ilaxır hər birini biz hansıyla hesablaya bilirik? Nə ilə hesablaya bilirik? Elə prizmada olan düsturlarla hesablaya bilirik. İndi gəl paralelipiped çəkək. Paralelipipeddə elə bildiyimiz bir, belə deyək, korobkadır və ya otaqdır. Otaq, məsələn. Gəl çəkək. Biraz böyle oldu. Hoppa belə bir şey çəkdim. Bura baxın. Ay, hara çıxarsın. Aha. Bu da oldu bizim paralelipiped. İndi diqqət edin. Paralelipipeddə bura A'dır, B'dir, C'dir. Söhbət düz paralelipipeddən gedir. İmtahana zaten bu düşür. Bunun biz aydın məsələdir ki, sahələrini tapsaq, bizim üçün çox asandır da. Çox asandır. Düzbucaqlıdır axı. Ona görə də bunun sahəsi S bərabərdir A vur B'dir. Oturacağının sahəsi. Onda bunun S oturacağı S bərabərdir 2 dənə A vur B olacaq. Çünki 2 dənə oturacağı var. İndi bunun bu yan üzləri C'dir, A'dır, B'dir. Yanlarını tapa bilirəm. S yanı nəyə bərabərdir? S yanı 2 dənə AC'dir, 2 dənə də BC'dir. Bitdi, getdi. Çünki eyni üzlər kongruent olan 2 dənə qarşılıqlı üzlər var da, belə deyək. S tamı nəyə olar bəs? S tamı S oturacaq, üzərinə gəl, S yan olacaq. 2AB, 2AC, 2BC. Bitdi, getdi. 2-ni çıxarda da bilərsiniz, çıxarmaya da bilərsiniz. Bu da bu şəkildə. Və bunun həcmi V-si nədir? V əlbəttə ki, A vur, B vur, C'dir. Yəni, xətti ölçülərini bir-birinə nə etməliyəm? Xətti ölçülərini bir-birinə vuracam. Bu da belə. İndi keçirik nəyə? Deməli, bunun müstəvi kəsikləri elə demək olar ki, nə ilə eynidir? Bunun müstəvi kəsikləri demək olar ki, deyəndə elə bunun müstəvi kəsiklərin hər biri prizma ilə eyni şeylərdir. Demək olar ki, zaten prizmanın eyni gedir bunun hər şeyi. Əsas məsələmiz keçirik nəyə? Kuba. Kub nədir? Kub da deməli, bütün tilləri bərabər olan düzbucaqlı paralelipipeddir. Kub bütün tilləri bərabər olan düzbucaqlı paralelipipeddir. Bax uşaqlar, mənim dediyim o bölgüləri düzgün qəbul eləyin. Yəni necə? Prizma nədir? Paralelipiped nədir? Kub nədir? Bəzən uşaqları bir yana qoydum, müəllimlər belə qarışdırır. Yəni onun növlərini hələ də tutuzura bilməyənlər var ki, bunlar nədir? Başa düşdünüzmü? Bu da bu şəkildə. İndi baxırıq nəyə?
Keçək bir kuba. Çəkək bir kub. Görək kub nədir? Görək kub nədir? Kub olması üçün bütün tillər bir-birinə nə olmalıdır dedim? Bütün tillər bir-birinə bərabər olmalıdır. Bunu çəkək, gəl bir dənə eynisini də yuxarıdan eynəyək, çəkək. Bütün tillər dediyinə görə biz bütün tillər çəkək. Aha. Bir dənə eynisini də yuxarıda çəkək. Bunu istəmirik. Bunu yapışdırdım. Sil, bunu yapışdır. Bu da belə. İndi keçirik nəyə? İndi uşaqlar, kub biraz daha yaxşı ola bilərdi, amma olmadı da. Olmadı deyəndə gəlin çəkək də olsun. Gəlin çəkək olsun. Deməli. Bu oldu bizim kub. Yani bunu birləşdirək. Okey. Bu oldu bizim kubumuz. Kubun bütün tilləri bir-birinə nədir? Bərabərdir. Kubun bütün üzləri kvadratlardır. Hər birimiz bunu aydın şəkildə bilirik. A'dır, A'dır, A'dır. Buralar da A'dır, A'dır, A'dır. Hər biri A'dır, 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 A'dır. Bütün tillər bir-birinə bərabərdir. Yəni hər biri A'dır. Buna ehtiyac yoxdur. Qeyd etmək onsuz da aydın məsələdir. Ya başlayaq birinci biz bunun sahəsindən. Kubun oturacağı bir kvadrat olduğu üçün onun sahəsi S bərabərdir A'nın nəyi? Kvadratı. Amma S oturacağı tam tapanda 2 vur A'nın kvadratı, 2A'nın kvadratı. İndi yan səthi də aydın məsələdir ki, S yan da 4 dənə kvadratdır, 4A'nın kvadratı. O zaman S-tan bunların nəyi olacaq? Cəmi 6A'nın kvadratı. Bu da olsun bir kubik rubik. Həcmi bərabərdir A'nın kubu. İndi bir üzünün diaqonalı. Bir üzünün diaqonalı deyəndə uşaqlar öz üzünün diaqonalından gedir söhbət. Kvadratın diaqonalı onun tərəfinin hansı mislidir? Kök 2 misli. D bərabərdir A kök 2. Bir də var özünün diaqonalı. Kubun özünün diaqonalı nədir? Özünün diaqonalı budur. Özünün diaqonalı otağın bu küncündən başa düşdünüz? Bax bu. Bu da özünün diaqonalıdır. Və yaxud şəkildə belə daha yaxşı görünsün deyə buradan bura olandır. Başa düşdünüz? Bunu da tapmaq çox asandır. Bu da bərabərdir. D öz yazaq buna. Bu da nəyə bərabərdir? Bərabərdir A'nın kökdə 3 misli. A'nın kökdə 3 misli. Amma hansı ki bunu tapmaq çox asandır da. Çox asandır. Bax belə bir özünün diaqonalını çəkirəm. Bu kvadratın diaqonalıdır. A kök 2-dir. Bu da A'dır. Pifaqor teoremi yazsam zaten yaxşılıq eləmiş oluram. Tapmış oluram. Bunun diaqonal kəsiyinin sahəsi də çox aydın məsələdir. Diaqonal kəsiyinin sahəsi S diaqonal kəsiyi. Diaqonal vurulsun tərəfi olmayacaqmı? Diaqonal zaten A kök 2-dir. Bunun da tərəfinə vuranda olacaq A kvadrat kök 2. Başa düşdünmü? Perimetri, kubun perimetri bu arada uşaqlar 12A'dır. Kubun perimetri 12A'dır. Bitdi getdi. Xaricinə çəkilən kürənin radiusu diaqonalın yarısıdır. Diaqonalın yarısıdır. Özünün diaqonalının yarısıdır. Yəni A kök 3-ün yarısıdır.
Bitdi, getdi. Bu xaricinə çəkilən, daxilinə çəkilən də belə deyək, tərəfinin yarısı olacaq da. Aydın məsələdir. Tərəfinin yarısı olacaq. Bu da oldu üzünün diaqonalı. Bəzən məsələn bunun üçbucaqlar yaradılır. Müstəvi kəsiklər barədə danışanda bunun daxilində üçbucaqlar yaradılır. O necə olacaq? İndi gəl baxaq. Gəl baxaq. Uşaqlar, bir kub çəkirəm. Yenidən bir kub çəkirəm. Gəlin göstərək necə olur. Baxın, bu bir kubdur. Güya işim asan olsun deyə yapışdırırdım, onu da hamısını sildim. Bu bir kubdur. Mən bunun tutaq ki, bax belə bir şey yaratmaq istəyirəm. 2 dənə özünün diaqonalını çəkirəm, 3 dənə üzünün diaqonalını çəkirəm. 3 dənə çəkirəm üzünün diaqonalını və ya 3 dənə tərəflərinin ortasını birləşdirirəm. Gəl 3 dənə üzünün diaqonalı çəkək. Biri bu olsun. Biri bu olsun. Bir üzün diaqonalı. Belə, daha doğrusu buradan belə. Bir üzün diaqonalı. Digər üzün diaqonalı bu olsun. Digər üzün diaqonalı bu olsun. Bu da bu üzün nəyi olsun? Diaqonalı. Bax, fikir verin, burada bir dənə üçbucaq əmələ gəldi. Həmin üçbucaqda uşaqlar həmişə bərabər tərəfli üçbucaq olur. Çünki qonşu üzlərin diaqonalları arasında qalan bucaq 60 dərəcə olur. Bax, bu ikisinin arasında qalan bucaq 60 dərəcə olur. Yəni biz bunu rəngləsək, sarı rəngdə görəcəyik hər şey aydın. Aydın görəcəyik. Gəlin baxaq. Biraz kənara çıxdı, ev yox amma. İş olan yerdə xəta var. Uşaqlar, deməli baxın, bu da belə, bitdi, getdi. Bu da belə, bu qədər asan. Aydın durum sizə. Bu da oldu bizim bir diaqonallarımızdan biri. Diaqonallarımızdan biri. Diaqonalların yaratdığı, daha doğrusu, üçbucaqlardan biri. Mən götürdüm 3 dənə üzün diaqonalını çəkdim. 3 dənə üzün diaqonalını çəkəndə, əlbəttə bunların hər biri nə olacaq? Hardan görürəm bunu? Bu A'dırsa A'dırsa, bu da A kök 2'dir. Eyni şey bunun üçün də olur A kök 2. Eyni şey bunun üçün də olur nə? A kök 2. Aydın məsələdir ki, onda mən bunun diaqonalını eləmiş oluram? Tapmış oluram. Diaqonalı tapmış oluram. Və diaqonal kəsiklərindən də bayaq biz göstərmişdik bir neçəsini. Biz prizmada göstərmişdik, yəni buna ehtiyac yoxdur əlavə göstərməyə diaqonal kəsiyini. Bu da bu şəkildə. Və əsas məsələ. Keçirəm nəyə? Piramidaya. Piramida nədir? Piramida nədir? Piramida uşaqlar. Bir üzü çoxbucaqlıdır. Qalan üzləri ortaq təpəli üçbucaqlardır. Bir üzü çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar. Yəni baxın, bu piramidadır. Belə bir piramida çəkək. Bura baxın. Alt oturacağı bunun nədir? Bir çoxbucaqlıdır. Yan üzləri nələrdir? Üçbucaqlardır. Yan üzləri üçbucaqlardır. Ona görə də bax, bunun bu hissəsi adlanır, bunun tilləri. Bu adlanır, bu fiqur oturacaq. Bu adlanır oturacaq. Bu adlanır təpə. Təpə. Bitdi, getdi. İndi keçirəm nəyə? Bir də var bunun hündürlüyü. Hündürlüyü necədir, ay müəllim? Hündürlüyü belədir.
Bu da hündürlükdür. Hündürlük də gəlib düşür adətən diaqonalların kəsişmə nöqtəsinə. Diaqonalların kəsişmə nöqtəsinə. Bu da oldu bir hündürlük. H. Bu da belə. Bir də var bunun nəyi? Yan üzünün hündürlüyü. Bir var özünün hündürlüyü. Bu yaşıl özünün hündürlüyüdür. Bir də var yan üzdəki üçbucağın hündürlüyü. Bu adlanır artıq apofem. Nə adlanır? Apofem. Bu apofemdir. Bu apofemdir. Başa düşdünüzmü? Və burada da bir dənə yenə nə əmələ gəldi? Düzbucaqlı, üçbucaq əmələ gəldi. Piramidalar dördbucaqlı, beşbucaqlı ola bilər. Uşaqlar, aydın məsələdir ki, piramida dördbucaqlı və ya beşbucaqlı ola bilər. Səbəb nədir? Səbəb odur ki, oturacaqdakı fiqur hansıdırsa, piramidanın özü də odur. Başa düşdünüzmü necə? Bu belə. İndi gəl başlayaq təpə nöqtə sayından danışmağa. Uşaqlar, n bucaqlı bir piramida götürsəm, n bucaqlı. Təpə nöqtəsi T-nı yazıram. N üstə gəl 1-dir. Məsələn, 5 bucaqlıda 6 dənə nöqtə var. Til sayı 2 dənə n-dir. Üz sayı n üstə gəl 1-dir. Yan üzlər, bir dənə də oturacaqdakı üzdür. Diaqonal kəsiyi sayı nədir? N vurulsun, n çıx 3/2-dir. N vurulsun, n çıx 3/2-dir. İndi piramidanın biz diaqonal kəsiyi haqqında danışaq. Ən vacib hissələrdən biri. Piramidanın diaqonal kəsiyi çox vacibdir. Gəl danışaq. Belə bir piramida çəkirəm. Bunun diaqonal kəsiyini hardan görəcəm müəllim? Buradan görəcəksən şagird. Bura baxın. Bura baxın. Gəl biz bunu diaqonal kəsilərini göstərək. Diqqət edin. Diaqonal kəsiyi dedikdə müəllim piramidanın diaqonalı var. Piramidanın yoxdur, amma oturacağının var. Oturacağın diaqonalını çəkdim. Oturacağın diaqonalı çəkəndə burada bir diaqonal kəsiyi yarandı. Bax, bu üçbucağı görürsünüz. Buradakı bax, bu üçbucaq. Bu olur bunun nəyi? Diaqonal kəsiyi. Dərsin sonuna yaxınlaşdıqca şəkillərimiz iyrəncləşir. Bu oldu bunun diaqonal kəsiyi. Bir dənə də diaqonal kəsiyini belə deyək. Digər diaqonal üçün eləyə bilərəm. Bunun üçün də eləyə bilərəm. Bu diaqonal kəsiyidir. Sadəcə hər bir belə deyək termini sizə izah eləmək istəyirəm ki, biləsiniz ki, nədir? İndi keçirik nəyə? Aha. Uşaqlar, piramidanın diaqonal kəsiyi, piramidanın başlayaq sahəsindən, səthindən və sairindən və axırından danışmağa. Yadda saxlayın. Birinci, yan səthin sahəsi. S yanı 2/1 perimetr oturacaq. Vurulsun H apofem. Düzlüklə tapmalıyıq. Niyə görə? Bunun apofemləri bir-birinə bərabərdir. Uşaqlar. Bunun yan səthindəki fiqurların sahəsini tapmaq üçün əlbəttə ki, bir-bir bu üçbucaqların sahəsini nə etmək lazımdır? Bu üçbucaqların sahəsini tapmaq lazımdır. Ona görə də A vurulsun H apofem düsturu ilə və bundan neçə dənədir? Tutaq ki, B vur deyil, H apofem. Onda aydın məsələdir ki, AB toplayanda onun perimetrini tapmış oluram da. Ona görə də 2/1 də öz qarşısında olacaq. Aydındırmı sizə? Bu da belə. Və əsas məsələ. Bunun yan səthi məsələn 5 bucaqlıdırsa 5 dənə götürəcəyik S yanı. Başa düşdünüzmü necə? Və ya 5 dənə üçbucağın sahəsi götürəcəm. 5 dənə S yan deməyək, 5 dənə üçbucağın sahəsi götürəcəm. Bu da bu şəkildə. Bunun tam səthinin sahəsi. Tam səthinin sahəsi aydın məsələdir ki, S tam bərabərdir. S yan üzərinə gəlsin, S oturacaq.
S-yan üzərinə gəl, S oturacaq. Həcmi də V bərabərdir 3/1, S oturacaq H. Ay müəllim, mən unuduram hansı fiqurda 3/1 var. Bax, yadda saxlayın. Hansı fiqurun ucu belə şişdirsə, onun 3/1 var. Başa düşdünüz? Məsələn, piramida, konus yazıram. Ucu şiş olan fiqurlarda 3/1 var. 3/1 var. Bu abituriyent vaxtı mənim yadda saxlamaq üçün belə üsullarım var idi. Onları da sizə verirəm ki, sizin də yaxşı yadınızda qalsın. Başa düşdünüzmü? Yaxşı yadınızda qalsın. İndi keçirəm nəyə? Bundan sonra, məsələn, uşaqlar bəzən bizə nə deyər? Terminlərdə belə deyə bilər. Düzgün dördbucaqlı piramida. Düzgün dördbucaqlı. Ümumiyyətlə, düzgün sözü deyirsə, oturacaqdakı fiqur nədir? Kvadratdır. Oturacaqdakı fiqur kvadratdır. Başa düşdünüz? Aydındırmı sizə? Məsələn, düzgün paralelipiped deyəndə oturacaqdakı fiquru kvadrat götürə bilərsiniz. Yalnızca kvadrat olmaya da bilər. Başa düşdünüzmü? Düzgün dördbucaqlı piramidanın oturacağı kvadratdır. Başa düşdünüzmü? Bu şəkildə. Bu çox sadə. Sonra, yəni, məsələn, düzgün üçbucaqlı deyəndə onun oturacağındakı fiqur düzgün sözünə görə bərabər tərəfli üçbucaqdır. Vacib. Qoy qeyd eləyək bunu da. Bir də var idi nə? Bir də var idi tetraedr. Tetraedr nədir? Düzgün üçbucaqlı piramidadır, amma tetraedrin, uşaqlar, tetraedr bütün üzləri, belə deyək uşaqlar, daha doğrusu oturacağındakı tetraedrin oturacağındakı fiqur düzgün üçbucaqdır. Necə üçbucaqdır? Düzgün üçbucaqdır. Başa düşdünüzmü? Oturacaqdakı fiqur düzgün üçbucaqdır. Məsələn, bir bərabər tərəfli üçbucaq çəkirəm. Hələ ki çəkə bilmirik uşaqlar. Çəkdik deyəsən. Tutaq ki, bu bərabər tərəflidir. Mən bunun tillərini belə bərabərləşdirirəm. Bunu da belə bərabərləşdirirəm. Bu da belə. Bunun A deyirəm. Bütün tillərini bərabər götürürəm. Bu halda deyirəm ki, sən nəsən? Sən bir tetraedirsən. Onda bunun hər şeyini tapmaq asandır. 3 dənə S-yanın düsturu. S-yanın düsturu belədir. 3 vurulsun. A vur H/2. H yenə də burada apofemdir. H apofemdir. Sonra S-tamı tapmaq lap asandır. Bunun üzərinə nəyə gəlməliyəm? A kvadrat kök 3 böl nə gəlməliyəm? 4 gəlməliyəm. 3 dənə AH böl 2 yazanda. Aydındırmı? Bu da bu şəkildə. Və həcmi tapanda da yenə də oturacaqdakı fiqur bərabər tərəflidir axı. Həcmi tapanda V bərabərdir. S oturacaq vur H. Yəni A kvadrat kök 3 böl 4 vur H. Burada H isə özünün hündürlüyüdür. Özünün nəyidir? Hündürlüyüdür. Bu adlanır bizim nəyimiz? Tetraedrimiz. Bir də bizim vacib sualımız var. Bu sualı mən müstəviləri arasında gördüm. Vacib. Əgər 3 dənə bir-birinə paralel, perpendikulyar belə düz xətlər olmaqla bunların üçü də bir-birinə perpendikulyardır. Aralarındakı bucaq nə qədərdir? Hər üçünün 90 dərəcə. Üçü də bir-birinə perpendikulyardırsa A-nın, B-nin, C-nin. Bunlara deyilir tilləri cüt-cüt perpendikulyar olan. Bax bunun həcmi bu sual düşüb bu arada.
Bu sual düşüb. Bunun həcmi V bərabərdir. A vur, B vur, C böl 6'dır. Topluda var. Diqqətli olun. Topluda bu sualdan var. V bərabərdir ABC böl 6. S də bərabərdir 2'də 1. Daha aydın məsələdə. AB üzərinə gəl. AC üzərinə gəl. BC. Söhbət S yandan gedir. Niyə görə? Çünki yan uzların hər biri düzbucaqlı, üçbucaqlılar daxı. Ona görə B-ni C-yə vurub 2'yə bölsəm, bunun S yanını tapmış oluram. Aydındırmı? Bu da bu şəkildə. Belə. Sağ olun, sağlıqla qalın.